Salam, axşamınız xeyir olsun değerli izleyiciler. Cem pişirirdim. İstediğim cemi sizinle de paylaşam. Burada 3 kilo 250-300 gram qədəri ərikdir. Ona mən 3 kilo tökdüm. Ərik şirindir. Biraz az da tökə bilərik. Amma özüm elə tökdüm ki, şirin olsa da bu ərikdə biraz bu cır əriklər biraz elə bir ki, onların tonları da acı olur. Acılıq dadı olur. Ona görə də 3 kilo pesok tökdüm. 3 kilo 200 hardasa 250 qramcad belə olardı əriyə. O qədər pesok tökdüm. 4 stəkan da su tökdüm ki, qoy cemdir. Çəkmədim. Sadəcə yuyəndən sonra tomlarını çıxartdım. Tökdüm. Nə qədər əzilər belə. Yəni iri vəziyyətdə, çörəyəcə də çəkəndə belə bu vəziyyətdə. 4 stəkan su, 3 kilo pesok, ondan sonra ərik də özü də 3 kilo 200-250 qram olardı. Tomlarını çıxartdım. Başqa da bir şey eləmədim. Hələ qaynayır, yarı vəziyyətdə pişib demək olar ki, yarı qədər, biraz da qaynayandan sonra pişər. Ondan sonra axırda da biraz limon duzu tökərəm. Yəni xarlamır, amma limon duzu olanda suyu şəffaf olur, yaxşı olur. Bax bu da bizim cemimizin aqibəti. Hazırlayana, pişirənə, hər kəsə də nuş olsun. Göz haqqınızı halal eləyin. Allah hər birimizin evinə, eşinə bol-bol ruzi bərəkət yetirsin, can sağlığı versin. Eviniz, eşiniz həmişə bol ruzi ilə, bərəkətlə dolu olsun. Göz haqqınızı da yenə deyirəm halal eləyin. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.